Salam hörmətli izləyicilərim. Bugün sizə belə bir naxışın toxunmasını istəyirəm göstərim. Bu da çox gözəl naxışdır. Bunun da toxunması çox asandır. Nəyə istəsəz də toxuya bilərsiniz. Bunu rezinka hissəsindən belə toxudum. Siz necə istəyirsiniz elə toxuya bilərsiniz. İlməklər də milin üstünə 6-6 yığılır. 2 də kənar ilmək. Nə qədər böyütmək istəsəz 6-6 artırırsınız. Sapdaki 220 metrəlik sapdır. 100 qram 220 metrəlik sapdır. Bunun üçün indi milimin üstünə belə bir sap götürürəm. 20 ilmək yığacam. 6 yığıram 18 naxış üçün. 2 də kənar ilmək. 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 ilmək. 20 ilmək bəs eləyir bizə naxışı göstərmək üçün. İndi buradan mən rezinka toxumayacağım. Bir sıra tərs toxuyuram. Düz üzüdür. Birinci ilməyini də toxuyuram. Birinci sıra olduğuna görə qalan ilməkləri də hamısını tərs toxuyuram. İndi tərs üzdən də hamısını yenə tərs toxuyuram bir sıra. Kənarı götürürəm. Qalan ilməkləri tərs toxuyuram. Kənarı da tərs toxudum. İndi bura düz üzüdür. Düz üzdən birinci ilməyi götürürəm. Buradan tərs 3 düz toxuyuram. 1 2 3 düz. Burada birinci ilmənin arxa tərəfindən 1 2 3 4 ilmək götürdüm. Sonra bu 3 ilməyin içindən bir ilmək çıxardım. Buldu 5. Sonra bu üstə belə qalxıb durub da bu iplər. Bu 2 ilməyi götürüb ilmənin üstündən keçirdim bu tərəfə. Burada yenə 3 ilmək qaldı. Yenə 3 düz. 1 2 3 düz. Yenə bu 3 düzün
birinci ilmənin arxa tərəfindən götürürəm. 1, 2, 3, bu 4. Sonra bu 3 ilmənin üçünün içindən də bir ilmək çıxardıram, 5 olur. Sonra bu üsttəki belə hündür durub ilməklə bu ikisini götürüb bu ilməyin üstündən keçirdirəm. Yenə 1, 2, 3 ilmək düz toxudum. Burada da 3 ilmək qalıb. Bu birinci ilməyin arxa tərəfindən 1, 2, 3 ilmək. 4, bu 3 ilməyin içindən sonra bir ilmək də çıxarıram 3'ün içindən. 5 ilmək olur. Sonra bu üsttəki belə qalxıb duran ilməklərdir. Üstündən keçirdi buraya çıxardıram. Burada yenə 3 ilmək qalır. Burada kənarda tərs toxudum. İndi arxa tərəfdən hamısını tərs toxuyuram. Tərs üzdən hamısı tərs toxunur. Kənarı da yenə tərs toxudum. Formada belə bir naxış alınır. İndi burada bu naxışların yerini dəyişirik. Birinci ilməni götürürəm. Bu hansı ki əvvəldən 3 düz toxumuşdum. Bu 3 düz. Birinci ilmənin yenə arxasından 1, 2, bu 3, bu 4, 5-cini bu 3 ilmənin içindən çıxardım. Sonra bu üsttəki belə qabarıb duran 2 ilmək var. Bu ikisini götürüb bu 3 ilmənin üstündən keçirdim. Burada elədiyimi burada naxış qoymuşdum. Bunları düz toxuyuram. 3 ilməyi yerlərini dəyişirəm. Yenə bu 3 ilmənin birinci ilmənin arxa tərəfindən 1, 2, 3, 4, 5-cini bu 3 ilmənin içindən çıxardım. Sonra bu 2 ilməni yenə bu 3 ilmənin üstündən keçirdim. Yenə 3 düz. 1, 2, 3 düz. Yenə bu 3 ilmənin birinci ilmənin arxa tərəfindən çıxardıram ilməni. Bu 2, bu 3, 4, 5-cini bu 3 ilmənin içindən çıxardıram. Belə. Sonra bu 2 ilməni buradakı bu üçünün üstündən keçirdirəm bu üzrə. Burada da 3 düz. 2, 3 düz. Kənarı da tərs toxudum. Şimdi arxa tərəfdən yenə hamısını tərs toxuyuram. Birincini götürürəm, kənar ilməyi, qalan ilməkləri hamısını tərs toxuyuram. Kənarı da yenə tərs toxudum. Bu formada belə bir naxış alınır. İndi yenə bir sıra düz buradan düz üzdən düz, arxa üzdən də tərs toxuyub yenə
bu naxışların yerini bunun üstündən belə yerlərini dəyişirik. Belə formada bir naxış alınır. Sağ olun, gələn videomda görüşənə qədər.